Hər vaxtınız xeyir Sport Info TV izləyiciləri, hər birinizi xoş gördük. Mən Elçin Cəfərov yeni video ilə qarşınızdayım. Həmişə olduğu kimi bu dəfə də videomuza keçməmişdən öncə Sport Info TV'nin YouTube kanalına abunə olmağı və izlədiyiniz videoları bəyənməyi sizdən xahiş edirik. Bəli dostlar, Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vuruldu. Maraqlı qarşılaşmaları izlədik. Elə demək olar ki, 5 maçın 3'ü bərabərə başa çatdı. Əslində elə istərdik belə təhlillərlə başlayaq. Diqqət ediləsi qarşılaşma təbii ki, ilk növbədə Zirə Turan Tovuz maçıdır. Əslində maçdan öncə də səsləndirilən fikirlərdə təbii ki, meydan sahibləri oynanılan futbola, göstərilən meydan içərisindəki taktiki, texniki dəyişikliklərə görə və məşqçi işinin ən yüksək səviyyədə toxunuşlarına görə yəni favorit idi. Oyun olaraq Turan Tovuz da heç də pis başlamadı, baskı elədi, daha çox mərkəzdə topa sahib olmağa çalışdı, amma mən deyərdim ki, Turan Tovuzda çox ciddi ehtiyat oyuncular skamyasının zəngin olmaması ilə bağlı bu mövsüm problemlərlə üz-üzə qaldı Qurbanberdiyev. Bu maçda da bunun şahidi olduq. Alternativlərin istənilən səviyyədə olmamağı Turan Tovuzun istənilən nəticəni qazanmağına bu maçda da mane törətdi. Əslində 3-cü pilləyə yüksəlmək adına çox önəmli qarşılaşma idi. Turan Tovuz çox önəmli bir fürsəti boşa verdi. Nəzərə alsaq ki, rəqibi yəni 3-cülük uğrunda rəqibi Araz Naxçıvan, yəni 3-cü pillədə yer alan Sabahla üz-üzə gələcəkdi. Məhz bu qarşılaşmada alınacaq 3 xal növbəti turlarda 3-cü yer uğrunda mübarizəni daha fərqli bir məcraya daşıyacaqdı. Amma yekunda Zirə ikinci hissənin əvvəlində vurduğu qolla, xüsusilə əks hücumda rəqibini yaxalayaraq sürətli ötürmələrlə təhlükəli epizod yaratdı və bu epizodu da maksimum şəkildə dəyərləndirdi. Ondan sonra topu rəqibə verdi, daha çox topsuz qaçmağa üstünlük verdi, amma etiraf eləyək ki, 10-cu keyfiyyətinə görə Zirə bir addım öndə idi, hətta topsuz oyunlarda belə. Bu baxımdan Rəşad Sadıqoğlu Zirəni təbrik etməyə lazımdır. Araz Naxçıvan Sabah qarşılaşmasında da 1-1 hesablı nəticə qeydə alındı. Əslində bu qarşılaşmada Turan Tovuz qalib gəlsəydə Araz Naxçıvan Sabahla oyuna tam fərqli formada motivasiya ola bilərdi. Elə oyunda da hesabı açdı, amma bu mövsüm gəlin etiraf eləyək ki, xüsusilə son 4 maçda biz Araz Naxçıvanın oyununun istənilən səviyyədə olmadığını şahid oluruq. Nə baxımdan? Yəni mövsümün əvvəlindəki, ortasındakı o tempi verən, daha çox topa sahib olmağa cəhd göstərən biraz Araz Naxçıvan gedib, daha çox topsuz oyuna bəzi məqamlarda üstünlük verərək əks hücum taktikası seçən və müdafiə arxasına atılan toplarda təhlükəli epizodlar yaradan bir Araz Naxçıvan izləməkdəyik. Sabah da bu mövsüm həqiqətən Berezutski, yəni heç-heçə oynamağa çox yaxşı bacarır. Həm kubok oyunda Neftçinin bariz üstünlüyü olmasına rəğmən, yəni Neftçiyə qarşı da çox yəni heç-heçə oynamağı bacardı. Yəni heç-heçəni həqiqətən oynamaq istəyən Berezutski sabahdan belə işin zarafat tərəfi, yəni çox şey öyrənə bilər. Sabah da artıq bütün diqqətləri ölkə kubokunda finala Qarabağla maça yönəldib. Əslində bundan sonraki oyunlara motivasiya cəhətdən o dərəcədə yüksək hazırlaşmayacağını, daha çox özünü oyuna verməyəcəyini əminliklə söyləmək olar. Qarabağ Sumqayıt maçında Qarabağın 2-0 hesablı qələbəsi qeydə alındı. Sumqayıt çox belə zonalar arası məsafəni, belə deyək, xətlər arası məsafəni deyək, tam dəqiq desək, yəni çox yaxşı bloklamağı bacardı. İlk hissədə Qarabağa oynamaq imkanı vermədi, daha çox qaçdı, çox işlədi. Yəni mən yenə hər fikrimdə, hər verilişlərimizdə də, eyni zamanda səsləndirdiyim təhlillərdə də mən, yəni Vaqif Cavadov çox önəmli mütəxəssisdir. Ona yetərincə imkan yaradılacağı təqdirdə, öz arzuladığı oyuncu profilləri olacağı təqdirdə çox önəmli işlər görə bilər. Yəni bunu bu Sumqayıtlı, bu heyətli Sumqayıtla da yəni işlədiyini görmək olur. Yəni məşqçi toxunuşu hiss olunur.
Amma Qarabağlı, yəni çempion yenə də 2-0 hesabı ilə qalib gəlməyə bacardı. Fərdi oyuncularının keyfiyyəti hesabına. Neftçi Kəpəz maçında yenə Neftçi xal itirdi, yenə 2-2 hesablı heçəcə. Kəpəz son dəqiqədə buraxdı penalti qolu ilə vacib 3 xalı itirdi, yəni 2 xalı itirdi daha doğrusu. Oyun olaraq Neftçi elə də, yəni mən ahım-şahım bir futbol nümayiş elətdirmədi. Düzdür, daha çox qol epizodu yaratmaq potensialı görünürdü oyunda, amma Neftçidə də yəni çox ciddi heyətlə bağlı Samir Abbasovun çətinlik çəkəcəyi məqamlar var. Mövsümün əvvəli mən deyərdim ki, artıq indidən Neftçi mütləq şəkildə transfer çalışmalarına başlamalıdır. Bu heyətlə, bu oyunçu qrupu ilə növbəti mövsüm davam edərsə fiasko qaçılmazdır.